Əhali arasında yayılmış, ən çox yayılmış və ən təhlükəli deyərdim miflərdən biri də xərçəngə bıçaq vurmaq olmaz mifidir. Nəyə görə? Çünki bir çox xərçəng növləri var ki, onların əsas müalicəsi cərrahi əməliyyatdır. Yəni cərrahi əməliyyat bu xərçənglər üçün qızıl standartdır. Bunlara erkən mərhələ uşaqlıq boynu xərçəngi, endometriya xərçəngi, yumurtalıq xərçənglərində tam sitoreduktiv əməliyyatlar kifayət qədər insanların həyat keyfiyyətinin artırılması və yaşam müddətinin uzanmasında böyük rol oynayır. Bəs deyə bilərsiniz ki, bu söz nə üçün çıxıbdır? Çox təəssüf olsun ki, zamanında yanlış müdaxilələr və yaxud da ki, yanlış qərarlar, natamam icra olunmuş əməliyyatlar, bunlar əhali arasında belə bir mifin yayılmasına səbəb olmuşdur. Amma bir daha vurğulayıram ki, ixtisaslaşmış mütəxəssislər tərəfindən protokollara əsasən icra olunan düzgün müalicə ümumiyyətcə xəstənin həyat keyfiyyətini yaxşılaşdırır və yaşamını artırır. Ona görə də miflərə inanmayın, həkimlərinizə, ixtisaslaşmış mütəxəssislərinizə etibar edin, müalicələrinizi yubatmayın, vaxtı-vaxtında icra olunsun. Sağ olun.